Əziz həmvətənlərim, Parisdən sizləri salamlayıram. Arahedi Az saytı olaraq 9 noyabr Bayraq günü münasibəti ilə həmvətənlərimi, dünya Azərbaycanlarımızı bu gözəl bayram günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Bəli, üç rəngli müqəddəs bayrağımız bugün Şuşamızda, Qarabağımızda, ümumi Azərbaycan bütövlüyümüzdə üç rəngli müqəddəs bayrağımız dalğalanır. Paris'in mərkəzində də üç rəngli müqəddəs bayrağımız dalğalanır. O üç rəngli müqəddəs bayrağımızın dalğalanmasının səbəbkarı Cənab Prezident İlham Əliyev Heydəroğludur. Bugün Azərbaycan öz sözünü deyən bir dövlətdir. Azərbaycan dövlətimizin prezidenti dünyaya sülhü imza atan şəxsdir. Bəli, eşq olsun Azərbaycanımıza. Azərbaycanımızı bir daha da gözəl bayram münasibəti ilə səmimi qəlbdən, ürəkdən təbrik edirik. Azərbaycan, bonjour! Azərbaycan, bonjour! Bir daha da təbrik edirik Azərbaycanımızı. Eşq olsun Azərbaycan.